Diplomatik həlli üçün uzun müddətli, tam və şərtsiz atəşkəsə ehtiyac var. Bu, Ukraynanı sülh əhəmiyyətli dərəcədə yaxınlaşdıra bilər. Bunu Ukrayna prezidenti Volodymyr Zelenski Putinin mayın 15-də İstanbulda keçiriləcək görüşlə bağlı təklifinə münasibət bildirərkən deyib, Ukrayna lideri uzun müddətli atəşkəs gözlədiyini və Putinə Türkiyədə şəxsən yeni danışıqlar təklif edəcəyini açıqlayıb. O, diplomatiya üçün lazımi zəmin yaratmaq məqsədi ilə kifayət qədər uzun müddətli, tam və şərti atəşkəs gözlədiyini bildirib. Ukrayna Avropa İttifaqı müttəfiqləri ilə birlikdə danışıqlara başlamazdan əvvəl Rusiyadan bazar ertəsindən etibarən qeyd-şərtsiz 30 günlük atəşkəs rejimini qəbul etməyi tələb edib. Biz bunu təklif edirik və inanırıq ki, bütün dünya Rusiyanın bu müharibəyə son qoyması üçün birlikdə hərəkət etməlidir. Biz istənilən formatda danışıqlara hazırıq. Bu cümə axşamı mayın 15-də Türkiyədə olacam və gözləyirəm ki, Vladimir Putin də ora gəlsin. Ümid edirəm ki, bu dəfə bəhanələr gətirib gələ bilməməsinin səbəblərini izah etməyə çalışmayacaq. Biz sülh üçün, bu müharibəni bitirmək üçün danışıqlara hazırıq. Yer məlumdur, Türkiyə, vaxt məlumdur, cümə axşamı Prezident Trump öz dəstəyini ifadə edib və digər liderlər də bu təşəbbüsü dəstəkləyir.